hansı bir məmur və ya məmurun qohumu əgər insanlara qarşı haqsızlıq eləyirsə, zülm eləyirsə, o bilsin və yaxud bilməlidir ki, onun qapısını gəlib döyəcəklər. 2018-ci il iyul ayının 3-ü Gəncə cəmaətinin və bütünlükdə Azərbaycan xalqının qeyrətli oğullarının sevindiyi gün idi. İllərlə Gəncə şəhərinə zülm və sitəmlə başçılıq etmiş Siyonist nökəri olan Elmar Vəliyevin başına Azərbaycanın qeyrətli və şücaətli oğlu Yunis Səfərov güllə çaxmışdı. Yunis, savadlı müəllim, qeyrətli vətəndaş, yalnız uca Allahdan qorxan bəndə, İmam Hüseyn davamçısı və xalqın qəhrəmanına çevriləcək biri idi. Elmar Vəliyev isə 7 il idi ki, Gəncə şəhərini istismar edir və gəncəliləri zülm ilə idarə edirdi. O, Aşura məclislərinin qarşısını kobudluqla alır, Allah evi olan məscidə ayaqqabı ilə daxil olur və müqəddəs dəyərlərə heç bir hörmət göstərmirdi. Yerli cəmaata və sahibkarlara o qədər təzyiq göstərmişdi ki, onun başına güllə dəyən gün hamılıqla gəncəlilər və Elmara nifrət edən bütün Azərbaycanlılar sevincə qərq oldu. Elmar Vəliyevin vurulmasına bəzi qohumlarından başqa heç kim narahat olmadı və onlar Elmarı müalicə üçün İsrailə apardı. Beləcə, Yunisin mərdanə şəkildə atdığı güllə Siyonistlərin başına dəymiş oldu. Həmçinin İsrailin ölkəmizdəki bir nömrəli həmkarı olan İlham Əliyevin qəlbinə dağ boyda qorxu saldı. İlham Əliyev hadisədən dərhal sonra keçirilən dövlət rəsmilərinin təcil iclasına güllə keçirməyən jiletlə gəlmişdi. Yunisin tək başına həyata keçirdiyi və mərdcəsinə gerçəkləşdirdiyi əməliyyatı əsl hədəfindən saptırmaq üçün hakimiyyət müxtəlif oyunlara əl atdı. Çünki bu hadisə hökumətin zülmündən bezmiş Gəncə cəmaatını ayağa qaldırmış və kütləvi aksiyalar baş tutmuşdu. Dövlət fikirləşirdi ki, həbsə saldıqları Yunis Səfərov barədə istədikləri yalanları uyduracaq, onu xarici qüvvələrdən təlimat alan biri kimi göstərəcək və xalqı buna inandıracaqlar. Amma gözlənilməz bir hadisə baş verdi. Xəzər TV-nin Yunis Səfərovu İranda qurulmuş Hüseyniyun təşkilatından təlimat alan muzdur biri kimi təqdim etməsindən sonra Hüseyniyun təşkilatı ilk dəfə bəyanat yayaraq həm varlığını elan etdi, həm də Yunis Səfərovun xarici qüvvələrin tapşırığı ilə yox, xalqın iradəsi və şəxsi istəyi ilə bu əməliyyatı həyata keçirdiyini bildirdi. Millətimizin Yunis Səfərovu xalq qəhrəmanı elan etməsi də bu bəyanata ən böyük dəlil idi. Həmin hadisədən 5 il əvvəl 2013-cü ildə Azərbaycanlı ruhani və dindarlar tərəfindən yaradılan Hüseyniyun təşkilatı 100 il əvvəl Azərbaycanda var olmuş yerli özünü müdafiə təşkilatı olan difaiçiləri xalqın yadına salmışdı. Molla Məhəmməd Bişnamazadənin təşəbbüsü ilə yaradılan difai təşkilatı kimi Hüseyniyun təşkilatı da ruhani Şeyx Tohid İbrahimbəyli tərəfindən yaradılmışdı. Xalqın əzilən kəsiminin haqlarını müdafiə edən difaiçilərdən fərqli olaraq Hüseyniyun təşkilatı həm də Həzrəti Zeynəb hərəmini müdafiə etmişdi. Ölkəmizdən yüzlərlə vəhabinin Suriyaya xanım Zeynəb hərəmini dağıtmaq üçün axın etməsi Şiə xalqımızı nə qədər məyus etmişdisə, Azərbaycanlılardan ibarət müqavimət hərəkatının hərəmləri müdafiə etdiyini öyrənməsi xalqımızı, məxsusən dindar təbəqəni o qədər sevindirmiş və qəlblərdə Yunis Səfərova qarşı məhəbbəti daha da artırmışdı. Hökumət belə bir təşkilatın varlığını öz zülmkar idarəçiliyinə təhlükə hesab etdiyi üçün hərəm müdafiəçisi Azərbaycanlıları həbsə salmağa başladı. Xalqın dindar kəsimini isə bu təşkilata qarşı qoymaq üçün 10 illərdir törətməkdə olduğu cinayətlərinə yeni bir don geyindirdi. Dövlət artıq dindarlara qarşı həbs və zülmlərini bu təşkilatın varlığı ilə əlaqələndirirdi. Beləliklə, Azərbaycanda yeni bir mərhələyə qədəm qoyulurdu. Bu mərhələdə hökumət həm dindarlara qarşı cinayətlərini daha da artırır, həm də bu cinayətlərində günahkarların məhz dindarların özləri olduğunu təbliğ edirdi. Hökumət Hüseyniyun təşkilatının əleyhinə nə qədər fəaliyyət göstərsə də, bu təşkilat günü-gündən böyüyür və hərbi qol hazırda bu təşkilatın yalnız bir hissəsini təşkil edir.
Təşkilatın media gücü, siyasi bölməsi, elmi araşdırma mərkəzi, dini hövzə təhsili ilə məşğul olan bölməsi, xeyriyyə cəmiyyətləri öz fəaliyyətləri ilə Azərbaycan xalqının xidmətindədir. Bu hərəkatın əsas hədəfləri sırasında Azərbaycanda İslam hakimiyyətinin qurulması və sionistlərin yer üzündən silinməsi, onlara qarşı dünyanın hər yerində mübarizə dayanır. Necə siz iddia edirsiniz ki, biz Qurana tabeyik? Halbuki Quran zülmə qarşı mübarizə aparmağa əmr edir. Bəs niyə siz Allahın bu vacibatını yerinə yetirmirsiniz? Ona görə ki, siz bu vacibatı yerinə yetirsəz, sizin həyatınızda çətinliklər yaranar. Ona görəmi? Bəs Allah Teala Quranda buyurmurmu ki, siz o çətinliklərlə üzləşməmiş cənnətə mi daxil olmaq istəyirsiniz? Öz rahatçılığına xatir bu qədər haqsızlığın, zülmün, zillətin qarşısında biganə qalan insanın cənnətdə nə işi var?